Salam uşaqlar. Bu dərsimizdə sizlərlə 14 dekabr 2025-ci il tarixində keçirilən, yəni bugün güvən sınağının 9-cu siniflər üçün olan riyaziyyatçı olan izahına baxacaq. Deməli 57-ci sualda deyir ki, mənfi 3 kök 5 ifadəsində vurğu kök işarəsi altına salın. Biz bildik ki, mənfi kökün altına keçməyəcək. 3-ü keçiriləcək kökün altına. 3 9 kimi keçir. 9 vur 5. Mənfi qalır qabaqda. Ölür mənfi kök altında 45 B variantı. Keçirik 58-ci suala. Kör bucağın daxilindən çəkilən şüa bu kör bucağı 5-in 2-yə nisbətində bölür. Yəni bir dənə kör bucaq çəkək. Bunun daxilindən bir dənə şüa çıxardaq. 5-in 2-yə, yəni bura 5x-dir, bura 2x. Deyir ki, alınan bucaqların fərqi 54 olarsa kör bucağı fərqi, bunların fərqi nə edir? 3x bərabərdir 54, x eləyir 18. Və bizdən kör bucaq istəyir. Kör bucaq ümumilikdə neçə x-dir? 7x-dir. 7-ni vururuq 18-ə, 7 daha 10 70, bu da 56 eləyir 126. B variantı. 59-cu sualda bərabər tərəfli üçbucağın orta xəttinin bu üçbucaqdan ayırdığı dördbucağının perimetri 60-dır. Deməli, bərabər tərəfli üçbucaq çəkirik. Orta xətti, bu orta xəttini çəkirik. Buradan deyir, bu üçbucağın ayırdığı dördbucağı. Dördbucaqlı aydın məsələdir ki, buraya hərflə işarəyək. AMS dördbucaqsından söhbət gedir. Perimetr 60 olarsa bu üçbucağın tərəfini tapın. Yaxşı, uşaqlar bu orta xəttdə A desəm, onda tərəf nə olar? K. Tərəf K. Bərabər tərəfli olduğuna görə ABC üçbucağı. Onda deməli burada 2A'dır. Yəni bərabər tərəf. Belə çıxır ki, bu orta xəttdə olduğu üçün bu da A, bu da A, hamısı A bölünür. Və bu dördbucağın perimetri neçə eləyir? Rəngindəki dördbucağın perimetri toplayanda bu A'ların hamısını toplayanda A, bu da 2A, 5A. 5A bərabər 60. A'nın neçəyə alırıq? 12 alırıq. Və bu üçbucağın tərəfini soruşur. Tərəf də bu 2A'dır. 2 vur 12 cavab neçə eləyir? 24. Keçirik növbəti 60-cı sual. Deyir ki, A və B qarşılıqlı sadə ədədlərdir. Bu olarsa, yəni 24A bərabərdir 42B. Olarsa AB hasın. Bunlar qarşılıqlı sadə ədədlərsə, deməli biz buradan alırıq ki, A bölü B bərabər də olur 42 bölü 24. Çünki çarpaz vuranı yenə ödənsindir. A ilə B qarşılıqlı sadədir. İndi belə biz bunları bərabər götürəməyik. Ona görə bu ixtisar eləməliyik 42 ilə 24-ü. 42 ilə 24 hər ikisi 6-ya ixtisar gedir. Burada qalır 4, burada qalır 7. A bölü B 4-də 7 alınandan sonra bizim ixtiyarımız var ki, A-nı 7 seçək, B-ni də 4. A bölü B-ni bir də buraya yazın. Bunun 7, bunu 4 seçə bilərik. Çünki A ilə B qarşılıqlı sadədir. 7 ilə 4 də qarşılıqlı sadədir. Ona görə A olur 7, B olur 4. Bizdən hasilini soruşur, neçə eləyir? 28. Keçir növbəti sual, 61-ci sual. 61-ci sualda deyir ki, radiusları 3 və 8 olan iki çevrə xaricdən toxunur. Bu çevrələr üzərində yerləşən iki nöqtə arasındakı ən böyük məsafə. Deməli, iki dənə çevrə çəkirik. Birinin radiusu 3, birinin radiusu 8 olsun. Deyək ki, belə. Bizə deyir, bu çevrələr üzərində yerləşən iki nöqtə arasında ən böyük məsafə deyirsə, deməli, ən uzaq nöqtələri seçməliyəm ki, yəni ən uzaq nöqtələrdə A nöqtəsi, burada yazaq B nöqtəsi. Ən uzaq nöqtələr bunlar olacaq da. Bunun məsafəni soruşur bizdən. Radius bu 8, 8, burada 3, 3. Və bura eləyir 6, burada eləyir 16. Toplayanı neçə eləyir? 22. Keçstalıq növbəti sual. 62-ci sualdakı aşağıdakı ədədlərin hansının hesabi kvadrat kökü rasional ədəddir? Hesabi kvadrat kökü rasional ədəddir. İndi deməli bu birinci 0.5-dən kök çıxmır. 0.4-dən çıxmır. Bu C variantı 0.4-də bilirik ki 9-da 3-dür. 9-da 3-də 3-də 1-dir. Bundan da kök çıxmır. Bundan da kök çıxmır. Axırıncı nədir? 9-da 1-dir. 9-da 1-dən bilirik ki kök çıxır da, yəni 3-də 1 çıxır. Ona görə cavab Y-dir. Davam edirik növbəti sual. 63-cü sual. Vuruqları ayırın deyil. X kvadrat çox 15. Biz bilirik ki, bu 15-i kök 15-in kvadratı kimi götürə bilərəm. A kvadrat çox B kvadrat üstünə oxşayır. X minus kök 15, X plus kök 15 kimi yazmaq olar. Cavab, özür istəyirəm, D variantı deyil.
X minus kök 15, x plus kök 15 y variantıdır. Davam edelim. 64-cü sual. 64-cü sualda deyir ki, bu çoxluqların elementlərindən neçəsi diaqramda rənglənmiş hissəyə aiddir. Deməli, əvvəlcə diaqramın bu hissəsinə baxaq. Baxırsınız bu hissəyə. Yəni, bu hissə. Bu hissə fikir versinizsə, sırf A ilə B-nin kəsişməsidir. A ilə B-nin kəsişməsi, bu sarı hissə hansı elementlərdir? A ilə B-nin kəsişməsi. Deməli, burada A ilə B-nin kəsişməsində hansı elementlər var? Baxıram, A yoxdur, B yoxdur, C burada da yoxdur, D burada var. Biri D-dir. Rəngin. Biri D-dir. Sonra Y burada da var, biri Y-dir. F burada da var, biri də F-dir. Deməli, A ilə B-nin kəsişməsi. 3 dənə element var. Bu hissə isə, bu balaca ştrixlənmiş, rənglənmiş hissə isə A ilə C-nin kəsişməsidir. A ilə C-nin kəsişməsində nə var? A ilə C-nin kəsişməsinə baxıram ki, C var, D də var, Y də var. İndi bizə deyir ki, bunların rənglənmiş hissəyə, bu çoxluqların elementlərinin neçəsi diaqramda rənglənmiş hissəyə aiddir. Baxıram, burada D 2 yerə yazmışam, onca bir dəfə seçəcəm o. Y də 2 yerə yazmışam. Buradan belə çıxır ki, yəni bu rənglənmiş hissəyə neçəsi aiddir ümumilikdə. Yəni D ilə Y-nin birini seçirik də, belə deyək. 1, 2, 3, 4. D ilə Y bu 2 dənəni atırıq, çünki burada yazılı bu. Cavab olur 4 dənəsi. Keçirik 65-ci sual. A nöqtəsindən çevrəyə çəkilən kəsən bu çevrəni B və C nöqtələrində kəsir. AB 16, BC 20 olarsa, A nöqtəsindən bu çevrəyə çəkilən toxunanın uzunluğu. Deməli, əvvəlcə bir dənə çevrə çəkirik. Bir dənə də A nöqtəsi götürürük. Buradan bura bir dənə kəsən çəkirik. B və C-də kəsən deyir. AB, bura B olsun, burası. Deməli, AB 16-dır, BC 20-dir. Və bizə deyir ki, A nöqtəsindən bu çevrə çəkilən toxunanın uzunluğu. Toxunan da olsun bu X. Yəni, biz toxunan bilirik ki, toxunanın kvadrat nəyə bərabər? Çöldə qalan hissə, yəni 16, vururuq ümumi hissə AC-yə. AC necə eləyir? 36. Kvadratı budursa özü nə eləyir? 4 vur 6, yəni 24. B variantı. Keçirik növbəti suala. 66-cı sual verir ki, iti bucaqlı bərabər yanlı üç bucağın yan tərəflərinə çəkilən hündürlüklər arasında iti bucaq alfa olarsa, təpədəki xarici bucaq alfa ilə ifadə edilir. Deməli, bərabər yanlı üç bucaq götürək bir dənə. Yan tərəflərinə çəkilən hündürlüklər arasındakı iti bucaq. Yan tərəfə bir dənə bura hündürlük çəkirəm. Bir dənə də bu birisindən çəkirəm. Hündürlüklər arasında iti bucaq, yəni bu hissə alfadır. Rəngin düzəldir. Bura veriblər alfa. Deyir ki, təpədəki xarici bucaq, yəni bu bucaqdan buranı istəyirsən. Yaxşı, o bucağı necə tapa bilərik? Bilirik ki, bu alfanın qonşusu bura nə eləyir? 180 çıx alfa. Həmçinin burada 90-dır, burada 90-dır. Burada bir dənə A, B, C, D yazaq. Bu A, B, C-də 4 bucaqlısını bilirik ki, bucaqlarının cəmi 360-dır da. Bu içəridə bu ikisi A ilə C 90, 90, 180 edir. Deməli, bununla bu da 180 eləməlidir. Yəni, bu hissə ilə, bir dəqiqə. Yəni, bu hissə ilə, bu hissə də 180 eləməlidir. Bura 180 çıx alfadır, deməli, bura alfaya bərabərdir. Təpə bucaq deməli alfadır. Bizə də xarici bucaq lazımdır. Alfanın da qonşusu ilə 180 minus alfa ilə cavab A variantıdır. Keçir növbəti suala, 67-ci suala. 67-ci sual deyir ki, 350-sinin ən kiçik qiyməti 5-ə bərabərdir. Bu ifadə ən kiçik qiymətinin x bərabər 4 olduqda alırsa, P və Q parametrlərinin cəmini tapın. Bilirik ki, deməli, ən kiçik qiymət bu kvadrat üçhədlilərdə nədir? M-dir. Və n-i bu üçhədli nə zaman alır? M-də alır da, M-də alır. Yəni. Bizə verilən bu deyir, ən kiçik qiymətini x bərabər 4-də alırsa, yəni bu əslində M bərabər 4-dür də, yəni.
M-in düsturu nədir uşaqlar? Mənfi B böl 2A. Buradan da mənfi B-nin yerində P durub. P bölü 2A. A da bizdə 1-dir. 1-i yazaq yerinə bərabərli verirlər 4. P bölü 2 bərabər 4-dürsə, qabağında da mənfi. P-ni alaraq neçə? Mənfi 8. Və bizə nə deyir? Bizə deyir ki, P və Q parametrlərinin cəmini soruşur bizdən. Gəlib yerinə yazsaq P-nin mənfi 8 qiyməti nə olur? X kvadrat çıx 8 x plus q aldıq 3 ədədini. Və bizə deyir ki, ən kiçik qiyməti 5-dir. Nə zaman? 4-də alırdı da 5-i. İndi 4-ü gətirib yerinə yazsan burada x-in yerinə. Cavab 5 eləməlidir. 4-ün kvadratı neçə edir? 16 çıx 8 vur 4 plus q bərabərdir 5. Buradan da q-ni tapacaq. 16-dan 32 çıxanda neçə edir? Bundan bu çıxanda. Mənfi 16 edir. Mənfi 16 sağa keçib olacaq. 5-in son 6 21. Bu 21'i aldıq. Biz Q-ni almışıq 21. Bizə də deməli P də lazımdır. P də mənfi 8'i tapmışdıq. Bunların cəmi istəndiyinə görə 21'in üzərinə mənfi 8'i gəlirsən cavab neçə edir? 13. Havali. Keçirik növbəti suala. 68-ci sual. Deyir K-nın neçə natural qiymətində bu kəsirin qiyməti mürəkkəb ədəddir. Əslində burada bizə deyir ki, yəni mürəkkəb bölənlərin sayını tap da bir növ. Çünki K-nın neçə natural qiymətində bu mürəkkəb ədəddirsə, yəni mürəkkəb bölənlərini istənilsə, o qədər yəni K var orada. Yəni baxaq mürəkkəb bölənlərin sayını tapaq. Deməli biz bilirik ki, ümumiyyətlə natural bölənlərin sayı bərabərdir sadə bölənlər, üstə gəl mürəkkəb bölənlər, üstə gəl 1. Yəni biz bilirik ki, bu qayda doğrudur. Natural bölənlərin sayı necə tapılır? 84'ün natural bölənlərin sayını tapmaq üçün 84'ü ayırıq sadə vuruqlara. Olacaq 2, 2, 3, 7 də. Yəni vuruqları ayırsaq belə olacaq. Belə çıxır yazıram 84 bərabərdir 2'nin kvadratı vur 3 vur 7. Bütün natural bölənlərin sayı bərabərdir. Bilirik ki, üstlərinə 1 gəlib vururuq da bir-birinə. 2'nin üstünə 1 neçə edir? 3. 1'in üstünə 1, 2. Burada da 1'in üstünə 1, 2. Deməli 12 dənə bunun natural böləni var. Sadə bölənlərin sayı nədir? Sadə bölən 3 dənədir. 1, 2, 3 dənə. Gəlib düsturda burada qaydada yerinə yazsaq, olacaq 12 bərabərdir 3 plus mürəkkəb bölən üstə gəl 1. Burada mürəkkəb bölənlərin sayı bərabər neçə alırıq? 8. Bizə sualda da deyildi ki, K-nın neçə natural qiymətində bu adi kəsirin qiyməti mürəkkəb ədəddir. Yəni neçə mürəkkəb böləni varsa, deməli o qədər K var orada. Çünki mürəkkəb bölənlərin sayı ilə bu K-nın sayı qədər olacaq da. Cavab ilə 8 yəni. Keçirik 69-cu suala. Məxrəci irrasionaldan azad edir. Məxrəci irrasionaldan necə azad edirik biz? Həmin ədədin özünə vururuq ki, kökdən azad olsun. Kökçü kökçə vuranda 3 edir, yuxarı 6 kök 3, ixtisar gedir qalır 2 kök 3. Keçirik 70-ci sual. Deyir, yarım çevrənin uzunluğunun, diametrin uzunluğuna olan nisbətini tapın. Yarım çevrə, normalda çevrə 2 pi-dir. Yarım çevrə nə olacaq? Pi-dir. Diametrin uzunluğu nədir? 2-dir. Bizə deyir, nisbətini tap. Cavab nə edir? Pi böl 2. Keç alırıq 71-ci suala. Deyir ki, bərabər yanlı üçbucaqda AB BC-yə bərabərdir. AD də AC-yə bərabərdir. AD AC-yə bərabərdir. Bu hissəyə bərabərdir. Və bucaq B də 32-dir. BCD bucağını soruşur. BCD bu hissəni soruşur. Bura X yazar. Uşaqlar, deməli biz təpə bucaqdan ümumi AB BC-yə bərabərdir. Çünki deyirdi ki, bərabər yanlı üçbucaqdır. AB BC-yə bərabərdir. Ona görə təpə bucağı 32-də gəl aşağıda bucağı tapaq. 180'dan 32 çıxıb böləcək 2-yə. Neçə qalacaq? 90 çıxıb 16. 90'dan 16 çıxanda neçə qalır? 74. Deməli bura neçə dərəcədir? 74 dərəcədir. Ümumi sayı da 74 dərəcədir. İndi və biz bilirik ki, bu üç bucaqlar bərabər yanlıdır. Baxın bu üç bucaq. Belə çıxır ki, bu bucaqla da bu bucaq bir-birinə bərabərdir. Gəlin bu bucaqlar tapaq, D bucağı. Buradan da 180'dan 74'ü çıxıb 2-yə böləcəyik. Düzdürmü? Üzr istəyirəm, 74'ü çıxıb böləcək, 74. Buradan olacaq 90 çıx, 37. 90'dan 37 çıxanda neçə qalır?
53 dərəcə. Və çıxır ki, bu bucaq oldu 53, burada oldu 53. Ümumi bu C bucağı da tapmışdıq 74 idi bu bucağının. 74-dən 53 çıxıb x alacağım. 1, 2, cavab olur 21 dərəcə. Keçsallıq növbəti suala. 72-ci sual deyir, ifadəsinin qiyməti 0-a bərabər olursa x-i tapın. Aydın məsələdir ki, biz bilirik, kəsr 0-dırsa, onun sürəti 0 olmalıdır. Cavab neçə edir? 6. Keçirik növbəti suala. Deyir ki, ifadənin qiymətini tapın. 72 nə deməkdir uşaqlar? 36 vur 2. 36 vur 2, 6 kök 2-də, 6 çıxır. 50 nə deməkdir? 25 vur 2-dir. Yəni eləyir 5 kök 2. 32, 16 vur 2 deyilir 4 kök 2. 18, 9 vur 2 deyilir 3 kök 2. 8 olur 2 kök 2. Bölək kök 2 bərabərdir. Yuxarının cavabı nə edir? 6 kök 2-dən 5 kök 2 sonra kök 2. Bu da kök 2. Bu da 2 kök 2 edir 4 kök 2. 12 çıx 8, 4 kök 2 bölək kök 2. Cavab nə edəcək? 4. Keçirik 74-cü suala. Satıcı malın alış qiymətinin 20% qədər malın daşınması üçün xərcləmişdir. Satıcı bu malı alış qiymətindən 80% baha satarsa, neçə faiz gəlir əldə edər? Deyək ki, burada satıcı mal alıb 100 manata, məsəl üçün. 100 manata alıb, bu alış qiyməti olsun. X-a deyə bilərik, yəni rahatçılıq üçün sadəcə 100 manat deyirəm. İndi bu 20% qədər malın daşınması üçün xərcləmişsə, 100-ün 20% nə edir? 100-ü 20-yə vurub, 100-ə bölürük, nə qədər edir? 20 manat. Belə çıxır ki, satıcı ümumilikdə 120 manat pul xərcləyib. Malın alınıb daşınması bir yerdə. İndi sonra deyir ki, satıcı bu malı alış qiymətindən 80% baha satar. Yəni, alış qiyməti 100 manatdır. Bundan 80% baha. 100-dən 80% baha nə deməkdir? Yəni, 100-ü 80% artırırsan, 100-ün üzərinə 80%-in gəlirsən, 100-ün 80% ilə 80 edir, yəni 180 manat edir. Belə çıxır ki, satıcı indi 180 manata satır bu malı. Bu zaman deyir, neçə faiz gəlir əldə edər? Deməli, malı alarkən 100 manat alışına vermişdi, 20 manat daşınmasına, 120 manat satıcı pul xərcləmişdi. Hal-hazırda da 180 manata satıb. Deməli, bu neçə faiz gəlir əldə edir 120-dən 180-də? Belə çıxır ki, biz 120-ni 100% qəbul edəsək, 180-də də qəbul edəcəyik x faiz. Görək neçə faiz gəlir düşür. Tənasübü həll edəsək buradan x bərabər nə alırıq? 180-də vururuq 100-ə, bölürük 120-yə. Cavab nə edəcək? 12 ilə 18 gedir ixtisar 6-ya, 2 qalır, 3 qalır. 2 ilə də 100 gedir, burada 50 qalır, edir 150%. Belə çıxır ki, bunun rəngini dəyişək. X-i aldıq biz 150%. Neçə faiz gəlir əldə eləmiş oldu? 100%-dən 150%-ə neçə faiz artıq? 50% deməli gəlir əldə edib. Keçirik 75-ci sual. Düz xəttdən A məsafədə yerləşən nöqtədən bu düz xəttdə uzunluğu 3A olan neçə mayl çəkmək olar? Deməli, düz xəttdən bir dənə düz xətt götürürük. Bir dənə nöqtə götürürük. Buradan bura A məsafədə olan bir xətt çəkirik. A məsafədə nöqtədən. Bu düz xəttdə uzunluğu 3A olan neçə mayl çəkmək olar? Deməli, uşaqlar, burada biz bilirik ki, bu hər iki tərəfə mayl çəkə bilərik də. Bir maylı bu yana çəksək, deyək ki, bunun uzunluğu 3A olsa, indi biz bu nöqtədən, məsələn, A nöqtəsindən bu düz xəttə, D düz xəttinə, buradan bura bir dənə 3A çəkə bilərik də. Yəni, ikinci bir xətti çəksəm, məcburan biraz əyməliyəm bu hissi bu tərəflərə, o da düz gəlməyəcək. Bir mayildə həmin uzunluqda sağ tərəfə çəkə bilərəm, burada 3A yaza bilərəm. Yəni, başqa bir bu uzunluqda, 3A uzunluğunda xətt çəkmək mümkün deyil. Ya sağa çəkməliyəm, ya sola. Yəni, 2 dənə belə mayil çəkə bilərik biz. Cavab 2-dir, yəni. Keçirik növbəti suala. 76-cı sualda deyir ki, ifadəsinin qiymətini hesabla. 64 bilirik nədir? 8-in kvadratıdır. 10 üssü 2-də 1. Üstə gəl. Buradakını yaza bilərəm 4-ün kubunun üssü 3-də 1. Bölək. 16-nı yaza bilərəm 4-ün kvadratının üzəri 2-də 1. Bu 16-nı yazaram
2 üssü 4-ün üssü 4'də 1. Niyə belə yazırıq? Çünki bilirik ki, A üstü M, onda üstü N. Bu necə tapılır? A üstü M, yəni üstlər vurulur. Ona görə belə yazırıq ki, üstləri vuranda ixtisar geçsin. 2-ni 2-də 1-ə vuranda 2-lər gedir, qalır 8 üstü 1, yəni 8. Burada 3'ü 3'də 1'ə vuranda 3'lər gedir, qalır 4 üstü 1, 4. Eyni qayda ilə aşağıda da alırıq 4 plus 2. Yəni 12 bölək 6 cavab neçə eləyir? 2 eləyir. Keçir növbəti sual. 77-ci sual deyir ki, n bərabər 5m olarsa ifadənin qiymətini hesablayın. N bərabər yuxarıdan nə çıxır ortaq vuruq? Mn çıxır. Mn çıxardığında qarşıya nə qalır? N kvadrat çıx, m kvadrat. Aşağıdan da mn çıxır. Nə qalır mni buradan götürəndə? N kvadrat çıx 2nm plus m kvadrat. BM'dən ixtisar edilir. Yuxarıdakı ifadə nə deməkdir? N minus m, n plus m. Aşağıdakı ifadədə n minus m'in çöldən kvadratı. Müxtəsər olmalıdır. Bu kvadratla bu gedir. Yuxarıda qalır n plus m, bölək n minus m qalır aşağıda. Gəlib n əvəzinə 5m'i yerinə yazsam, 5m plus m böl 5m çıx m. Aşağıda 4m qalır, yuxarıda 6m qalır. Buna böləndə cavab neçə eləyir? 1/5 eləyir. Keçir növbəti sual. (78-ci sual deyir ki, üçbucağın daxili bucaqlarından birincisi daxili bucaqlar cəminin 0,125 hissəsi. İkincisi daxili bucaqların cəminin. Daxili bucaqların cəmi bilir nədir? 180 dərəcə. 180-dən 0,125 hissəsi, yəni 4də 1 neçə eləyir? 45 dərəcə. Yəni birinci bucaq 45 dərəcədir. İkincisi isə xarici bucaqların cəminin 0,4-2. Xarici bucaqların cəmi nədir? 360-dır. 0,4-2 9-a 2 hissə deməkdir. Nə eləyir buradan? 80 dərəcə. Bu üç bucağın üçüncü daxili bucağını tapır. Üç bucağın daxili bucaqların cəmi də 180 olduğu üçün 180-dən bunların cəmini çıxanda, yəni 80 plus 45-ə çıxanda 180 çıxaq 125 bərabər neçə eləyir? 55 dərəcə. 55 dərəcə. Keçir növbəti sual. 79-cu sual deyir ki, PA və PB kəsənləri çevrəni bu nisbətdə bölürsə APB bucağını tapın. Bu nisbətdə bölür. Yəqin ki, bu balaca 3K olar, digərləri 5K olardı. 3K, 5K, 5K, bu da 5K. Cəmi neçə eləməlidir? 360. Bilir ki, bütün çevrə 360 dərəcə. 15, 18K bərabər 360. K-nı alırıq neçə? 20. Bura 5K olduğu üçün 5K. 5 vur 20 bura eləyir 100 dərəcə. Burada 3K olduğu üçün eləyir 3 vur 20, 60 dərəcə. Və P bucağını istəyir bizdən. O da bilirik ki, 100-dən 60'ı çıxıb, nə inirdik? 2-yə bölürdük. 42-yə bölündü. Cavab neçə eləyir? 20 dərəcə eləyir. Keçirik 80-ci sual. A ədədi B ədədindən 44% böyüdür. B bərabər 50 olarsa, A və B ədədlərinin ədədi ortasını və həndəsi ortasını tap. A deməli 44% böyüdürsə, B də 50-dir. 50-dən 44% böyük nə deməkdir? Yəni 50-nin 144%-ni tapırıq. 144-ə vurub 100-ə bölürsən. 44% böyük, yəni 144. Burada 144-də 2-yə bölüncə düşür 72. Deməli A 72-dir, B də 50 veriblər. Ədəd ortası nə eləyir bunun? 72-nin üzərinə 50 gəlib bölürük 2-yə. Eləyir 36 plus 25. 61. Ədəd orta oldu 61. Kesirik həndəs orta. Həndəs orta nə deməkdir? Kök adda həmin ədədlərin hasili. 72 yaza bilərəm 36 vur 2 kimi. 50 də yaza bilərəm 25 vur 2 kimi. 36-dan 6 çıxır, 25-dən 5 çıxır, 2-dən 2-dən də 1 çıxır. Cavab neçə olur? 60. Həndəs ortada deməli 60. Keçirik 81-ci sual. İfadəsini deyir sadələşdirin. Bilir ki, bu kəsri sadələşdirmək üçün deməli bunu buruqlara ayırmalıyıq. Buruqlara görə necə ayıracaq bunu? Fikir verirsiniz, burada kub, burada da 27 var. Bunun kublar cəmi kimi yazmaq olar. X kubu plus 3'ün kubu. X kubu ilə 27-nin 1 götürürəm. 6x ilə də 18x-dən 6x çıxır qabağa. Nə qalır yerində? X plus 3 qalır.
Məxrəci yazaq. Məxrəcdə deməli, burada hər ikisində nə var? X var. X-i qarşıya versəm nə qalır yerdə? Y çıx 2. Burada hər ikisində 3 var. 3-ü çıxarsam nə qalır? Y çıx 2. Bu da bərabərdir. Bu yuxarıdakı ilk 2 dənə kublar cəmi düsturudur. Kublar cəmi düsturu bilirik. Necədir düsturu? X kub plus 3-ün kubu olur. X plus 3. Vuraq birincinin kvadratı, çıx hasilləri plus ikincinin kvadratı 9. Üstə gəl 6x vuraq, x plus 3 ardından yazıram. Aşağıda da hər ikisində nə var? Y çıx 2 var. Qarşıya verəndə nə qalacaq yerində? X plus 3. Bərabərdir. Sürətdə hər iki ifadədə x plus 3 var. Verək onu qarşıya. Yerində nə qalacaq? Məxrəci də olduğu kimi yazırıq. X plus 3-dən ixtisar gedir. Yuxarıda nə qalır? Yuxarıda qalır x kvadrat. Mənfi 3x-dən 6x müsbət 3x eləyir. Üstə gəl 9. Aşağıda da qalır y minus 2. Cavab olur bu. İfadə sadələşdirildi. Bundan suallar bitdi. Sağ olun uşaqlar. Növbət dərsdə görüşərik.